Salam, bugün sizlərlə 15 mart 2026 ikinci buraxılış, ikinci zona buraxılış imtahanına baxacağıq. İlk 13 sual həmişəki kimi sadədir. A kvadrat çıx B kvadrat düsturu baxan kimi görünür. Bu 5A-nın kvadratıdır, bu 4-ün kvadratıdır. Bölünsün 5A üstə gəl 4. A kvadrat çıx B kvadratın düsturu bir dəfə çıxıram, bir dəfə toplayıram. 5A üstə gəl 4-lər gedir. Cavab qalır nə? 5A çıx 4-dür variant. Fx budursa F3 demək istəyirmi? X-in yerinə 3 qoyun. Bütün X-ların yerinə 3 qoymalıydınız. Burada da X-in yerinə 3 qoymalıydınız. Burada da. 2 vur 3 6. 6 üstə gəl 3 9. 9 üstə gəl 2 11. 9 böl 11. Cavab oldu Y variantı. Diqqətli olun. Bütün X-ların yerinə 3 qoyurdunuz. Trapesiyanın sahə düsturu. Trapesiyada ən vacib elementlər A ilə B idimi? A üstə gəl B bölü 2 vur H. Yəni 2 üstə gəl 4 bölü 2 vur 12. 6-nı 2-yə bölük 3, 3-ü 12-yə vuruq 36. Yəni Y variantı. 64. Deyir A çıx B-ni tapın. Sizə demişəm, çoxluq görəndə birinci nəticə oldu. Yəni A. A-nı götürün əlinizə deyir, B-ləri çıxın. B-də nə var? 2 var. B-də nə var? 4 var. B-də nə var? 6 var. 8 olsaydı 8-də çıxardım. 10 olsaydı 10-da çıxardım. Yoxdur onsuz. Yerdə nə qaldı A çoxluğunda? 1, 3, 5. Yəni D variantı. Burada çox aydın vuruqları ayırın. Uşaqlar, nə müxtəsər vurma düsturu bilmək lazımdır, nə də Viet teoremi. Ən sadəsi düşüb. Sadəcə ortaq vuruq çıxarmağı bilmək lazımdır. Ortaq 12 ilə 24-dən 12-dir. A ilə A kvadratından da A-dır. 12-ni çıxaram, burada A qalır, burada 2 qalır. 12A A çıx 2. C variantı. Permutasiya n-dən n faktorial deməkdir. Bunu həmin an orada da yazıb çıxara bilərdiniz, amma bu düsturu vermişdik. Permutasiya 4-dən 4 4 faktorialdır. Permutasiya 3-dən 3 3 faktorialdır. 4 faktorial 1-dən 4-ə qədər olan ədədlərin hasilidir 24. 3 faktorial 1-dən 3-ə qədər olan ədədlərin hasilidir 6. Sizdən də bunların cəmini istəyir. 24 ilə 6-nın cəmi 30. Belə. 67. Normalda modulun işarəsini istəyir. Bu dəfə isə trigonometriyanın işarəsini istəyir. Yəni rüblərə baxacağıq. 271 270-i keçdiyinə görə artıq 4-cü rübdür. Kosinus 4-cü rübdə görək necədir? Kosinus sağda müsbətdir, çünki x oxudu. X-lar da sağda müsbətdir. Deməli 270 deyil 4-cü rübdür. Kosinus sağda müsbətdir, çünki 4-cü rübdə müsbətdir. A-sı müsbət olduğunu bildik. İndi keçək B-sini hesablayaq. Deyir tangens mənfi 187, qırmızı ilə göstərəcəm ki, qarışdırmayın. Tangens tək funksiyadır, bir dənə kosinus cütdür. Tangens tək funksiya olduğu üçün mənfini qabağa atacaq. Tək funksiyalar mənfini qabağa atır. Mənfi tangens 187. 180-i keçibsə artıq 3-cü rübdür. 182-ci rübdün sonudur, 180 keçibsə 3-cü rübdür. Tangens 1-ci, 3-cü rübdə müsbətdir. Uşaqlar, mənfi ədədi müsbət ədədə vuranda nə eləyir? Mənfi. Yəni B-miz də oldu mənfi. Tangens müsbətdir, amma qabağında mənfi var da, demək ki, mənfidir. B-si mənfidir. A-sı müsbət, B-si mənfi olan A variantı. 68. Vurulanda üstlər nə olur? Toplanılır. 0,36 ilə 0,4-ü toplayan deyilir 0,5. 0,5 nə deməkdir? 2-də 1. Bunu imtahandan bir gün öncə təkrarlamışdıq. Ədədin üstündə 2-də 1 kök 6 deməkdir. Kök 6 16-dan nə çıxır? 4. Diqqətli olun. Bax, yenə yazıram. Ədədin üstündə 0, 1-dir. Ədədin üstündə 2-də 1 olanda kök 6-dadır. Ədədin üstündə mənfi olanda 1 böldür. Bu həmişə düşürdü. Düşdü də. Üstü funksiyaya ən sadə sala biləcək bir şey salıblar. O da qapalı suala salıblar. Düz bucaqlının diaqonallarının sayını istəyir. Uzunluq filan istəmir, sayını istəyir. Düz bucaqlının 1 diaqonalı, 2 diaqonalı. Başqa var ki, yox. Təpələrdən təpələrə çəkilmiş. Qonşu olmayan təpələri birləşdirən xəttlərdir də. Qonşu olmayan təpələri birləşdirən 2 dənə xəttimiz oldu. 70. Ehtimalla bağlı uşaqlar, normalda ehtimal yazılı suala düşür ki, uşağın bacarığını yoxlasınlar. Sizə qapalı suala düşüb çox-çox da, yəni siz dua eləməlisiniz ki, nə yaxşı qapalı suala ehtimal salıblar da. Və deyir ki, seçilmiş. Seçmək görəndə nə edirdim? Kombinizonla seçirdim. İndi baxaq. A və B çoxluqları üçün B çoxluğu A çoxluğuna daxildir. Əlimə baxın uşaqlar. B çoxluğu A çoxluğuna daxildir. B-ni balaca çəkdim, A-nı böyük çəkdim. Deyir A çoxluğunda 9 dənə element var, B-də 4 dənə element var. Onda B-yə yazım 1, 2, 3, 4, 4 dənə. A çoxluğunda da deyir 9 dənə. Davam edeyim 9-a qədər. Belə. Deyir seçilmiş 2 dənə elementin hardan? A çoxluğundan. A-da nə qədər element var idi? 9 dənə. 9 dənədən deyir seçilmiş 2 dənə element. Seçmək deyəndə kombinizonla 9 dənədən ikisini seçir. Kombinizon 9-dan 2. Deyir seçilmiş bu 2 elementin A çıx B-dən olması. Görək A çıx B-dən neçə element var? A-da 9 dənədir, B-də 4 dənədir. 9 dənədən 4 dənəni çıxanda 5 dənə element qaldı mı?
Deyir bu 5 dənənin içindən olması ehtimalı. Yəni bu 2 dənənin 5 dənənin içindən olması ehtimalı. Kombinezon 5-dən 2. Deyir bu hadisənin ehtimalını tap. Uşaqlar, ehtimal soruşulan bölü ümumi demək deyildimi? Bax burada yazacağam. Ehtimal soruşulan bölü ümumidir. Yəni kombinezon 5-dən 2-ni kombinezon 9-dan 2-yə bölməliyik də. Qırmızı ilə yazacağam ki, qarışmasın. Kombinezon 5-dən 2 bölünsün kombinezon 9-dan 2. Hesablamağı bacarırsınız. 5 faktorial bölünsün fərqi vurulsun sağdakı. 9 faktorial bölünsün fərqi vurulsun sağdakı. Bu 3 faktoriallar gedir. 3-ü 5-ə tamamlayanda 4 vur 5. 7-ni 9-a tamamlayanda 8 vur 9. 4 ilə 8 ixtisar gedir, aşağıda 2 qalır. Cavab olur 18-də 5, yəni A variantı. Çox sadə idi. Yəni ehtimal normalda siz düşünməliydiniz ki, orada nələrin yerini dəyişim, neynim, nə düşündünüz ki, burada çoxluğun şəklini çəkdiniz, öz-özündən göründü. Heç nə də düşünmədiniz. Seçmək də deyəndə kombinezon idi da. 71. X, Y-in yenə harda yerləşməyi, bunu da normalda yazılı suala salırlar, amma sizə qapalıya salıblar, çox sadə. X-a qədər məsafə deyəndə Y idimi? X-a qədər məsafə Y-dir. Y-i 4-dür. Y-ə qədər məsafə X-dir. X-i 6-dır. Uşaqlar, X-i 6, Y-i 4, amma deyir 4-cü rübdə yerləşsin. 4-cü rüb 1, 2, 3, 4. 4-cü rüb budur. 4-cü rübün X-i müsbət 0-dan sağda. Y-i 0-dan aşağıda, yəni mənfidir. Baxın, X-i müsbət, Y-i mənfi. İndi bir dəqiqə. X-ini müsbət eləyəcəyik, yəni müsbət 6. Y-ini mənfi eləyəcəyik, mənfi 4. Müsbət 6, mənfi 4 hansı variantdadır? C variantıdır. 72. Bunu imtahandan bir gün əvvəl dedik ki, düşəcək, düşdü. Kosinus nə idi? Bitişik böl, hipotenuz. Alfaya bitişik A-dır, hipotenuz onsuz C-dir. İndi tangens beta. İndi də beta bucağına baxırıq. Uşaqlar, beta bucağına baxın. Artıq alfanı istəyirəm ki, beyniniz qarışmasın. Beta bucağına baxırıq. Tangensinə böl nədir? Qarşı böl bitişik katet deməkdir. Betanın qarşısında duran A-dır, bitişiyində duran B-dir. Yəni A böl B. Bizə dedik ki, bunların hasilini tapın. A böl C-nin A böl B-yə hasili nədir? A kvadrat bölünsün B-C. 72. 73. Uşaqlar, şifayda tapa bilərdiniz. Sinusun kvadratını tapanda birdən kosinusun kvadratını çıxmıram. Sinusu tapanda həmişə demişəm, bir çıxın kosinusu, birdən o birisini çıxın. Cavablarda bir çıx olan bir c-dır, bir də d-dır. Axı kvadrat olsaydı bu olardı. Kvadratsızdırsa kökdə olmur. D variantı. Görün necə rahat görünür, amma gəlin də əsl yolu deyim. Bu yolu anladınız, demişdim, görün yazıram. Sinusun kvadratı bir çıx kosinusun kvadratıdır. Uşaqlar, kvadrat olmayanda da kökdə yazmırıq. Kökdə yazacağız. Yəni kökün içində bir çıx kosinusun kvadratı hardadır? D variantındadır da. Amma indi əsl yolunu deyək. Sinus alfanın dediyi bir çıx kosinus 2 alfa böl 2 bildiniz. Kosinus alfa olanda burada üstəgəl olurdu. Sinus olanda bir çıx olurdu. Və kvadratsızdır deyə kökün içində olurdu. İndi qiymətləri yerinə qoyaq da. Sinus 10-u istəyirsə yazacağıq. Bir çıx kosinus 20 böl 2. Kosinus 20-nin qiymətini görün nə verib? A. 1 çıx A böl 2 ilə cavab öz-özündən çıxırdı. Siz şifayədə yanaşa bilərdiniz, D tapa bilərdiniz. Amma birinci zonaya da belə düşmüşdü. Trigonometriyanın biri bucağı soruşur, o heç. Amma birində də belə düstur bilməz. Yəni toplama, hasil, 2 qat. Burada dərəcə aşağı salma düsturudur. Baxın, alfa, 2 alfa və ya yarım arqument düsturudur. Budur yəni. İndi keçdik kodlaşdırma suallarına. Bu qapalı suallardır, indi kodlaşdırma. Prizma otaqda prizmanın yan səthində soruşa bilərdi, həcmində soruşa bilərdi. Yan səthin sahəsi oturacağın perimetri vur hündürlükdür. Həcmi oturacağın sahəsi vur hündürlükdür. Həmişə deyirik. İndi yan səthin istəyirik, oturacağın perimetrini verib 15. Yan til, uşaqlar otağın yanına baxın, görün hündürlük qalxır yuxarı. Yan til hündürlük deməkdir. Yan til də 9-dur. Hündürlüyünü 9 qoyuram. 135. Sadə idi, çox sadə idi. Birinci zonaya da belə sadə düşmüşdü, ikinciyə də. Aha, biz demişdik, riyaziyyatda həmişə artıq sizi yoxlamaq üçün, həyata tətbiqini yoxlamaq üçün ən əsas nə salırlar? S, V, T. Yəni, yolu tapanda nə edirdik? Sürəti zamana vururduq. Və ya sizdən dəqiqi istəyir.
dəqiqə zamandır. T-ni tapanda nə edirdik? S-i V-yə bölürdük. Bunu artıq illərdir salırlar. 2022-dən bu yana salırlar. Həmişə yol, zaman, sürət salırlar. Bu dəfə də T-ni istəyir. Yəni yolu sürətə böləcəyik. Baxın görək nə deyir? Uzunluğu 500 və 300 olan 2 dənə tunel verilib. Birincinin son nöqtəsi ilə ikincinin başlanğıc nöqtəsinin arasındakı məsafə 15 kilometrdir. Şəkildə zaten verilib, qorxmayın. Yəni buranı deyir ki, 15 kilometrdir, verilib şəkildə. Uzunluğu 200 olan və sürəti 64 olan qatar bu da verilib. Uzunluğu qatarın uzunluğu 200-dür, sürət də deyir 64-dür. Görək hardan başlayır, hara gedir. Siz şəklə aldanmalı deyilsiniz ki, şəklə baxmayın, görək bizə nə verir. Deyir, qatar birinci tunelə girməyə başladığı andan, birinci tunelə girməyə başladığı an buradır. Yazıram start, buradan başlayır. Buradan neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar. Demir, ikinci tunelə bitirər və ya ikinci tunelə çatar. Çatar desəydi bura. İkinci tuneli bitirər desəydi bura. Amma deyir, ikinci tuneldən tamamilə çıxar. Yəni, hələ uzunluğunu da çıxarmalıdır. Və burada bitir artıq. Finişi bura qoyuram. İndi hesablayaq da. Uşaqlar, əlimə baxın. 500 metr birinci tuneli getməlidir. Yazıram 500 metr. 15 kilometr orta yolu getməlidir. 300 metr ikinci tuneli getməlidir. Öz uzunluğu nə qədərdir? Bu qatar axı öz uzunluğunu tuneldən çıxarmalıdır. Öz uzunluğu da nə idi? 200 metr. Üstə gəl 200 metr. İndi hesablayaq da. Təbii ki, metrləri metrlərlə toplayaq. 500-ün üstünə 500 gələndə 1000 metr. 1000 metr də 1 kilometr deməkdir. 1 kilometrin üstünə 15 kilometr aradakı məsafəni gələndə qatar cəmilikdə 16 kilometr yol gedib. Bazlaşdırım. 16 kilometr yazın bura, S bərabərdir 16. Görün necə rahat idi. S-i verib, yolu verib 16, sürəti verib 64. T-ni də soruşur. T bərabər deyildi, S bölü V. Fikriniz hardaydı? 16-nı 64-ə böləndə 4-də 1. Uşaqlar, biz 64 kilometr böl saat. Yəni nə tapdıq? 4-də 1 saat. Amma bizdən sualı necə soruşur? Neçə dəqiqə? 1 saat neçə dəqiqədir? 60 dəqiqə. Yəni 4-də 1-ə 60-a vurmalıydınız. 4-də 1 də 4-ə bölmək deməkdir. 60-ı 4-ə böləndə neçə eləyir? 15. Cavabı olmalıydı 15 dəqiqə. Baba, bu sualın cavabı, bu qatar buradan bura 16 kilometri 15 dəqiqəyə gedir. Sürət otaqda. 76-cı sual. Bu bir dənə çaşa biləcəyiniz sual bu olmalıydı. Siz götürüb o bir suallarda da çaşmışsınız. Ehtiyac yox idi, çaşmamalıydınız. Bura baxın, görün. Loqaritmik tənlik illərlə həmişə 2 dəfə düşür. Siz deməyin ki, niyə burada 2 dənədir, birinci zonada 1 dənədir. Əvvəlki imtahanların hamısında loqaritmik biri tənlik düşüb, biri də loqaritmanın içini tapmaq düşüb. Burada da loqaritmanın içini tapmaqdır. Uşaqlar, loqaritma 2-dən nə olsaydı cavab 3 olardı. Yəni, loqaritmanın içini tapanda, gəlin bura bir dənə T deyim, baxın. Demirdik, loqaritmanın içini tapanda 2 üstü 3. 2 aşağıdadır, 3 yuxarıdadır. 2-nin kubu neçədir? 8. Yəni bu ifadəni nəyə bərabər eləyəcəm? 8-ə. Yazıram. Loqaritma 2-dən x-in kvadratı çıxılsın 3. Loqaritma 2-dən x üstə gəl 4 nəyə bərabərdir? 8-ə. Uşaqlar, loqaritma 2-dən x-lar görürsünüz orada. T deyim. İfadəyə baxanda, eyni şeylər görəndə T dedik. Bax, sol tərəfdə qeyd edirəm. Loqaritma 2-dən x-a T dedim. Sonra ardını gəlin davam edək. T kvadrat çıx 3T. Üstə gəl 4 çıx 8. 4-dən 8-i çıxanda nə qalır? 4. Bərabərdir 0. Viyet teoreminə görə axı rahat görünür. Nəyə vuranda -4 eləyir. Toplayanda 3 eləyir. Baxın uşaqlar. Vuranda -4 eləsin. Toplayanda 3 eləsin. 4-dən -1. Deməli, loqaritma 2-dən x yazıram. Bax, bəziləri götürüb, yəni cavabı 4-dən -1-i bir-birinə vurub, -4 çaşa bilərdiniz. Amma çaşma haqqınız yox idi. Bunu gətirib burada yerinə qoymalıydınız. Loqaritma 2-dən x bir dəfə bərabərdir 4-ə. Bir dəfə də loqaritma 2-dən x bərabərdir -1-ə. Yenə loqaritmanın içini tapanda 2 üstü 4 neçə eləyir? 16. Loqaritmanın köklərinin, yox, tənliyin köklərindən biri 16-dır. Sizə bax deyir, tənliyin kökləri. Demir, loqaritmanı həll edin. Tənliyin kökü, yəni x-i tapın. Burada da x 2 üstü -1-dir. Ədədin üstündə mənfi bayaq dedim nədir? 1 böl. Bu da 2-də 1. Tənliyin bir kökü 16-dır, bir kökü 2-də 1-dir. Bunların hasilini istəyir. 16-nı 2-də 1-ə vururuq. O da neçə eləyir? 2-də 1-ə vurmaq 2-yə bölmək deməkdir. 16-nı 2-yə böləndə 8. Tənliyin köklərinin hasili 8 imiş. Diqqətli olmalıydınız. 77. Bərabərsizlik həll edərkən nə edirik? Kökləri tapıb ədəd oxunda qeyd edirik. Kökləri viyetlə tapaq. Köklərin hasili -7, cəmi -6. Vuranda -7, toplayanda
6 eləyən bir şey 7 ilə mənfi 1. Baxın, apaydın görünür. Toplayanda 6 eləyir, vuranda mənfi 7 eləyir. Kiçik kökü birinci qeyd edirəm, böyük kökü sonra qeyd edirəm, interval çəkirəm. Bərabərçilik həll edəndə həmişə interval. Müsbətlə başlayır deyəm, müsbət, mənfi, müsbət. Bizdən görək hansı aralığı istəyir? Tam həllərinin cəmi. Kiçikdir veribdir uşaqlar. Yəni mənfi aralıq istəyir. Mənfi 1-dən 7-yə qədər olan ədədlər 0, 1, 2, 3, 4, 5, 6. 0-ı almır deyə mən mənfi 1-dən 7-ni almıram. Görək deyir, tam həllərinin cəmini tap. Bu ədədləri cəmliyin də. Baxaq, 1 ilə 2-ni toplayın 3, 3 ilə 3, 6, 6 ilə 4, 10, 15, 15, 6, 21. Sadə idi. 78. Yenə loqaritma salablar, amma elcə demişdik düşəcək. Düşdümü? Elcə 100. Elcə loqaritma 10 demək deyil. Onun nəyi 100-dür? Onun nəyi 100-dür? Kvadratı. Deməli, elcə 100-ün yerinə 2 yazacaqdınız. 7 üstəgəl 2 eləyir mi? 9. Kök altda 9-dan görün 3 çıxırmı? Loqaritma 3-dən 3 1-dirmi? Bax, saniyəsər bir şey həll olunur. 2 qoydunuz oldu 9. Kök altda 9-dan 3. Loqaritma 3-dən 3 1. İndi gətirib baba buradan bunun yerinə 1 qoyacağam. Yazıram kök altında 14 üstəgəl 2 vur 1. Alınır kök altda 16. Kök altda 16-dan 4 çıxır. Yəni bu ifadənin cavabını tapdıq ki 4. İndi loqaritma 2-dən 4. 2-nin nəyi 4-dür? Kvadratı. 2-nin nəyi 4-dür? Kvadratı. Cavab oldu 2. Bildinizmi, nə idi ki? 2, 9, 3, 1, 14-ün üstünə 2 gəldi. 16, kök altda 16-dan 4, 2-nin nəyi 4-dür? Kvadratı. Rahat sual idi. İndi keçdik yazılı suallara. Valla bu yazılı sualların içində də saniyəlik suallar var. Gəlin baxaq, məsələn, ən sadələrinə. 79, 81, bax, saniyəlik də, yəni eyni rahatlıqla yaza biləcəyiniz 82, yaza bilən 84, valla yaza bilərdiniz. Cəmi düşünməliydiniz bir dənə 80, 83, 85 üstündə. İndi baxaq. Deyir katetləri, bunu artıq vörddə işləyək, boş yer verməyiblər bizə. Baxaq görək. Deyir katetləri, katetlər 6 və 8 10 zaman böyük katet ətrafında fırlanır. Uşaqlar, ona görə bu kateti böyük götürüm. Bax, katetin birini böyük götürürəm. Böyük katetin dirəyin ətrafında da bir fırlanacağım. 8 cm, 6 cm. Yazmalısınız, yazılı sualdır. Pifagora görə sözün yazmalısınız. Pifagora görə 6-nın kvadratı üstəgəl 8-in kvadratı bərabərdir 10-un kvadratı. Bunu yazmayanda avtomatik 1 bal çıxır. Yəni, bura birbaşa 10 yazsa, sizdən 1 bal avtomatik çıxacaqlar. Elə biləcəklər ki, yəni təsadüfdəndir o. Bu 10. Deyir, indi böyük katetin ətrafında fırlanır. Böyük katet budurmu? Bunun ətrafında, dirəyin ətrafında necə fırlanarsınız? Belə bir kruq çizərsiniz. Bax, çoxlu-çoxlu qaçsın. Belə bir kruq çizirsiniz. Bu oldu konus. Fırlanma figurlarından biri konusdur, biri silindirdir, biri də kürədir. Silindir düşmüşdü, demişdik ki, bu dəfə də onsuz konus düşəcək. Konusunda yan səthin sahəsini istəyir. Danışmaqdan yorulmuşuq. Konus deyəndə, çosa papağı deyəndə, ritim. Ritimdə nə idi? PRL, RL, PRL, PRL. İndi üçün yazıram PRL. Pi'dir, çünki pi haqqda baxın, heç nə deməyib. Pi'nin yerinə də pi yazıram. Radiusu görürəmmi? 6-dır. Radiusu 6-dır. Yan til, el yan til deməkdir. Yan tilin də 10 olduğunu görürəmmi? Yazıram 10. Olur 60 pi. Konusun yan səthinin sayısı oldu 60 pi. İndi baxaq 81. Uşaqlar. Deyir, printer bir səhifə rəngli kağızı 50 saniyəyə çıxarır. Bir səhifə ağ kağızı 30 saniyəyə çıxarır. Yazaq. Buna yazaq 50 saniyə vaxt gedir. Buna yazaq 30 saniyə vaxt gedir. Yarım saat neçə saniyədir? Yarım saat 30 dəqiqədir. 1 saat 60 dəqiqədirsə, yarım saat 30 dəqiqədir. 1 dəqiqədə 60 saniyədir. 30-u 60-a vururam ki, 1800 saniyədən söhbət gedir. Görək 1800 saniyə ərzində. Uşaqlar, bu rəngli kağızların sayına, bax, rənglidir də, x deyim. Rəngsizlərin sayına da y deyim. Deməli, 50 vur x. Axı, x dənə çıxarır hərəsini 50 saniyəyə. Bu da 30 saniyə çıxarır 30 dənə y. Bərabər nə qədər deyir? 1800 saniyə vaxtı gedir bu printerin. Amma deyir ki, 40 səhifə çap etmişdir. 40 səhifə, yəni bunların cəmi neçədir? 40-dır. Sayları da uşaqlar, bunların saylarının cəmi də deyir 40-dır. Sistem tənliyi görürsünüzmü? 2 dənə tənlik oldu da. Bir saniyəyə görə tənlik qrup, bir də vərəqlərin sayına görə tənlik qurur. 2 dənə tənlik görəndə sistem tənlik.
İndi bizdən rənglini istəyir, yəni x istəyir, diqqətli olun. X istəyirsə x qalsın, y-i yox eləyək də misalda. Y-i yox eləmək üçün y-lərin əmsalları eyni olmalıdır. Hər tərəfə 30-a vurum. Hər tərəfə 30-a vururam. 30-u 40-a vuranda 1200 olur. Çıxıram. 30 y-lər gedir. Qalır 20 dənə x bərabərdir 600. Hər tərəfi 20-yə böləndə 62-yə bölürəm 30 saniyə. Görək nə istəyir? X 30. Yəni neçə dənə idi? 30 dənə. Anladınız mı? Yazılı suallar yazanda da elə bu formada yazırsınız. Baxın, məsələdir də, geniş bir məsələdir. Şəkil çəkdiniz, belə bir şey yazırsınız, sistem təyin cavabı tapdınız, cavab da kuru qalandan sonra tam balda verirlər, narahat olmayın. 82 çevrədir. Çevrəyə bir nöqtədə çəkilibsə toxunandır, iki nöqtədə çəkilibsə kəsəndir. Deməli, toxunanla kəsən xassəsi ola bilər. Baxaq görək varmı? Deyir, AB kök 5-dir. Göz yormamaq üçün görünən yazmaq istəyirəm. Baxaq. AB kök 5-dir. AC 1-dir. Aha, sonra nə verib? Buranı verməyib. Görün, ağlınıza gəldirmi? Sol tərəfdə çəkəcəm. Toxunan, kəsən. Toxunanın kvadratı m kvadrat bərabər edir. K vur, K üstə gəlir. Düzdür? 82 yazıram. Toxunan kök 5-dir. Kök 5-in kvadratı bərabərdirmi? Çöldə qalan 1 vurulsun 1 üstə gəl l. Yəni bu aşağıdakı x. Kəsənin çöldə qalan hissəsinə baxın 1-dir. İçəridə qalan hissəsində bilmirəm deyə x yazdım. İndi yazıram 1 vurulsun 1 üstə gəl x bərabərdir. Köklə kvadrat itir, qalırmı 5. 1-i nəyə vuranda 5 eləyəcək? 5-ə 1 üstə gəl x 5-dirsə x neçədir? 4. Deməli kəsənin içində qalan hissəsi 4-üymüş. Və kəsənin içində qalan hissəsinə baxın, vətərə oxşuyur. Mərkəzdən vətərə endirilmiş perpendikulyar. Bu vətəri yarı bölürmü? Buradan çəkəcəm. Bu vətəri 2-2 bölür. Buralar oldu 2-2. Böyüdüb burada da göstərə bilərəm. Baxın, bura oldu 2. Aha, bura oldu 2, bura oldu 2. Bizə də deyir ki, çevrənin radiusunu tapın. Həmişə deməmişəmmi? Çevrədə radius deyəndə maili çəkilir. Bu radiusu istəyir. Aha, bir dəqiqə. Buradan bura kök 5-dirsə, bir dənə bura baxın. Buradan bura kök 5-dirsə, burada kök 5 deyil. Göylə göstərdiyim yer. Orada kök 5-dir, burada kök 5 yazıram. Və düz bucaqlı üç bucağı görürəm, Pifaqorluyuram. Yazıram kök 5-in kvadratı. Üstə gəl 2-nin kvadratı bərabərdir radiusun kvadratına. 5 üstə gəl 4 bərabərdir radiusun kvadratı. Radiusun kvadratı 9-dursa, radius müsbət mənfi 3-dür. Məsafə də mənfi ola bilməz deyə müsbət 3-dür. Çevrənin radiusu müsbət 3. Görün nə idi ki? Bir dənə toxunan kəsən xassəsi, bir dənə də Pifaqor teoremi. Bu yazmalıyız, saniyəlik yazmalıyız. İndi görək budur, saniyəlik suallardan olmuşsa hansıdır? Bir hava yolu şirkətinin tək istiqamətli biletinin qiyməti, bax, tək istiqamətli biletin qiyməti deyir 150-dir. Buraya yazıram 150. Geri dönüşlü biletin qiyməti isə 180-dir. Burada yazıram 180. Cədvəldə Asif və Nurayın bu şirkətdən aldığı biletlərin sayı göstərmişdir. Bunlar saydır. 18x dənə alıb. Onlar hər iki növ biletlərdən ən azı bir dənə alıblar. Yəni deyir 0 ola bilməz də. Yəni biri heç almazlıq eləyə bilməz. Hərəsindən ən azı bir dənə alıblar. Əgər onların ödədikləri ümumi məbləğ, onda gəlin ümumi məbləği hesablayaq. Görək Asif neyniyib? Asifin ümumi məbləğini hesablayıram. Bir də deyir Nurayın ümumi məbləğinə bərabərdir. Hesablayıb bərabər eləyəcəm. Asif 18x dənə 150 manatlıq bilet alıb. Sonra x dənə də 180 manatlıq bilet alıb. Asifi oxuduq. İndi keçirik Nurayı oxumağa. Nuray x üstə gəl 4 dənə 150 manatlıq bilet alıb. Bir də 15x dənə 180 manatlıq bilet alıb. Siz bunu onsuz hesablamalı deyildiniz ki, ixtisar gedəcək. Baxın. Olur 18 vur 150. Mötərizəni açıram. Çıx 150x üstə gəl 180x. Bərabərdir 150x üstə gəlsin. 150-ni 4-ə vuranda 600. Üstə gəl 15 vur 180, çıxılsın 180x. Əlimə baxın. 180-i 15-ə vurmaqla 15-i 180-ə vurmaq eyni şeydir. 15 vur 18, 18 vur 15, yanlarında da 0. Bərabərin hər tərəfindən eyni şeylər ixtisar getdi. Getdi. Hesablaya da bilərdiniz. Hesablasanız da ixtisar gedərdi. 180 dənə x-dan 150 dənə x çıxanda 30 dənə x qaldı. Burada qaldı 600. 150-dən 180 çıxanda mənfi 30x. X-ları bir tərəfə yığıram. 60 dənə x bərabərdir 600. X də bərabərdir 10.
Biz x nəyi tapdıq? X bu x-dardır. Deyir, Nurayın aldığı tək istiqamətli biletlərin sayı. Nuraya baxıram, tək istiqamətliyə baxıram. X üstə gəl 4-dürmü? Yazıram, x üstə gəl 4. X-i də tapmışıq 10. 10 üstə gəl 4, 14 dənə. Belə yazacaqdınız, tam balda verəcəkdilər. Aha, indi də gəlin baxaq. Sadəcə düşünərək həll edə biləcəyimiz 80, 83, 85-ci suallara. 80-ci sual. Baxın, sadəcə düşünərəkdən baxaq. Görək bizə nə məsələ verib, nədir bu? Vaxtımız olmalı. Təbii ki, sizinlə razıyam ki, bu 80-i vaxt olmalı ki, filtri düşünək. Baxaq bir-bir. Deyir ki, sual verim. Rahat bir şeydir uşaqlar. Samir hər birinin satış qiyməti 250 manat olan su filtrlərini satdığı mağazada işləyir. Satıldığı mağazada işləyir. Filtrin hər birinin qiyməti 250 istəyir. Belə bir filtr çəkin, yazın 250 manat. Onun sabit əmək haqqı 1000 manatdır. Yəni satsa da satmasa da bu 1000 manatı alır, 1000 manatı qazanır. Biraz yuxarıdan yazaq çünki məlumatı çoxdur, aşağı yerləşsin. Bu satsa da satmasa da 1000 manatı alır. Amma bundan əlavə deyir, bu 1000 manatdan əlavə, amma satdığı hər filtrə görə, yəni bu satsa da satmasa da alırdı, amma neçə dənə filtr satsa, o satdığı qiymətin, yəni bu 250 manatın 4% qədər də bonus alır. İstəsəz 250-nin 4%-ni hesablaya bilərsiniz. Mən başqa yolla edəcəm. Baxın, yanvar ayında onun əmək haqqı 1400 manat olub. Uşaqlar, demədik ki, 1000 manat alır. 1400-dən 1000 manatı əmək haqqı idisə, 400 manatı deməli bonusdur. Yazıram 400 manat bonus. Bayaq da dedi ki, hər satdığını filtrin 4% qədər bonus alır. Bayaq yazıram ki, nəyin 4%-i görək 400 manatdır. Nəyi 4-ə vurub 100-ə bölsəm 400 manat eləyəcək. 4-lər gedir. Yəni uşaqlar 40 mini 4-ə böləndə nə qalır? 10 min. Deməli 10.000 manatlıq satış eləyib ki, onun 4% qədər, yəni 10.000-in 4% qədər, yəni 400 manat qədər maaşının üstünə gəlib. 10.000-in 4%, yəni 4-ə vurub 100-ə böləndə 400 manat maaşının üstünə gəlib. Bu da deyir axı hər filtrə görə. Hər filtrdə 250 manat deyil. 10.000 manat pul qazanmışam. Görün bunu 250 manatdan neçə dənə filtr satmışam. Sıfırlar gedir. 125-ə böləndə 4, bu da 0-da 40 dənə deməli filtr satıb. Uşaqlar, birinci ay hesablayaq ki, birinci ay 40 dənə filtr satıb. İkinci ayı görək burada göstərək. Göstərərik, yəni. Biraz balacalaşdı, belə göstərək. Ki, müqayisə edə bilir. İkinci ay görək nə qədər qazanıb? 1560 manat. 1560 manatda, amma bunun 1000 manat axı öz, yəni satsa da satmasa da elə qazanacağı pul idi, bayaq dedi. Deməli, yazmadım. 560 manat bonus qazanıb, yazıram. 560 manat. Buradakı məlumatı yenə oxuyun. Uşaqlar, deyir, hər satdığı filtrinin qiymətinin 4% qədər. Görək, nəyin 4%-in bu bonus olaraq qazanıb 560 manat. X vur 4 bərabərdir 560 vur 100, yəni yanına 2 dənə 0. 4-ə bölməyə çalışaq. 56-nı 4-ə böləndə 14, yanında 3 dənə 0. Deməli, 14.000 manatlıq bir şey satıb ki, onun 4%, yəni 560 manat maaşının üstünə əlavə edib. Bu da demir, hər filtrin qiyməti 250 manatdır. Axı satdığı hər filtrdən pul qazanır. Yəni bunun pulu filtrdən çıxır. 14.000-i 250 manatlıq filtrə böləndə görək nə qədər eləyir. Sıfırlar gedir. 1400-ü bölürəm 25-ə. Hər tərəf 5-ə bölünür. 280. 280-i 5-ə böləndə o 56 dənə. Uşaqlar, bu da 56 dənə filtr satıb. Deyir yanvar ayı, fevral ayı. Bu yanvar ayıydı, qara ilə yazacağam. Yanvar ayında 40 dənə filtr satıb. Fevral ayında 56 dənə satıb. Deyir, nə qədər çox filtr satıb? Görünür də, 40 dənə, 56 dənə. Nə qədər çox? 16 dənə çox. Uşaqlar, bunun bir 3 dənə, 5 dənə, 10 dənə yolla yaza bilərsiniz. Çünki istəyirsiniz faizi tapın, sonra bonusu tapın, sonra sayı tapın, ya da mən bonusu tapıb, faizi tapıb, sayı tapmışam. Necə istəyirsiniz yazsaz, cavab da sonda düzdürsə, tam 3 balın üçün də verirlər. Diqqətli olun. Aha, 83. Niyə görməmişsiniz? Deyir, D-yə 12-dir. Qırmızı ilə yazacağım ki, görəsiniz. Bura 12-dir. B-də 20-dir. B-dən D-yə qədər 20-dir. Ümumi 20-dir. Bizdən görək nə istəyir? C-dən D-yə qədər olan məsafə. Buranı istəyir. Uşaqlar, ümumi 20-dir. Burası x-dırsa, bura 20 çıx x yazım. Sizə deyirdim, sağ tərəfdə göstərəcəm. Nəyinsə cəmi 20-dirsə,
Bir tərəfindən soruşulandısa x yazıram, o biri tərəfinə nə yazıram? 20 çıx x, onu yazdım yəni. Deyir ki, D12-dir, BD 20-dir, BD-nin yazdığı 20-dir, burada 12-ni yazdıq, AD deyir 9-dur, bu x-i da istəyir. Uşaqlar, indi bir daha bura baxın. Bu maili xətt görəndə düz bucaqlı üst bucağa tamamlayıram. Bura 20-dir, bura 12-dirsə buranı tapa bilərəm. Pifaqor teoremindən buranı tapıram. X-in kvadratı üstə gəlir 144 bərabərdir 400. Bu şəkildə yazmalısınızsa, Pifaqor teoremi yazılmadıqda 1 bal qırılır. X-in kvadratı olur 256, nəyin kvadratı 256-dır? 16-dır. Burada yazırıq 16. Bəlkə də tapmaq lazım deyildi, bəlkə də tapmaq lazım idi. İndi baxacağıq. Baxaq. Uşaqlar, bu 90 dərəcədir. Gördük. Qarşı bucaqlar alfa-alfa olur. Aha. Görün bu. Z bucağın hamı görür. Və ya qum saatın hamı görür. Qum saatında deyirdiyi oturacaq, belə oturacaq. Və ya Z bucağında deyirdiyi bu bucaq bu bucağa bərabərdir. Ümumiyyətlə, paralel xəttlər görürsünüz. Fişada AD B-yə paraleldirsə, burasına da beta, burasına da beta yazıram. İndi oxşarlığımızı quraq. Sağ tərəfdə göstərəm. Bir daha baxın oxşarlığa. Bizdən soruşulan x deyil, x nəyin qabağındadır? Betanın. Betanın qabağındakı x-in sağ tərəfdəki üçbucaqda betanın qabağındakı 20 çıx x-a nisbəti. Diqqətli olun, oxşarlıqdır. Birinci üçbucaqda alfanın qabağında 9-dur. Alfanın qabağındakı 9-un, ikinci üçbucaqda alfanın qabağındakı 16-ya nisbəti və ya bayaq dediyim daha sadə uşaqlar. Hansı rənglə göstərim ki, görəsiniz. Böyüdüb bir dənə karetsinlə göstərirəm. Oturacağa nisbəti yan tərəfə nisbətinə bərabərdir. 9/16 bərabərdir x böl 20 çıx x. Yəni belə dərin alfabetdə girməyə də bilərdiniz. Qum saatı görürsünüzsə deməmişdik, oturacaq, yan böl yan. İşte çarpaz vurmağa çalışacağam. 16 dənə x bərabərdir 9/20, yəni 180 çıx 9x. 16 ilə 9 eləyir 25x bərabərdir 180. X-i tapanda 180-i 25-ə bölürük. Hər tərəf yenə 5 ixtisar gedir. 18-i 5-ə böləndə 3 vur 5. 30-u 5-ə böləndə 36. 36-nı 5-ə böləndə 7 tam onda 2. Görək bizdən nə istəyir? Deyir, məsafəni tap 7 tam onda 2. Hər məsafə də kilometrləndirsə, bu da kilometrdir. 7 tam onda 2 kilometr. Bir də diqqətlə baxın. Sadə oxşarlıq idi. Sadəcə siz orada qum saatını görməliydiniz. Burada qınamıram sizi. Siz 2 dənə düz bucaqlı üç bucağı oxşatmısınız. Birim bu, birim bu. O sizi saçdıra bilər. Amma elə uzaqdan baxanda, yəni niyə bu qum saatını görə bilməmsiniz? Yaza bilərdiniz. 85. Bir daha baxın. Sonuncu sualımızdır. Bax, mən uşaqlar, bir dəfə oxudunuz, tamam. Bir dəfə oxuyanda başa düşməyə bilərsiniz, bu normaldır. İkinci dəfə də oxuyanda başa düşməyə bilərsiniz. Keçin başqa fənn işləyin, qayıdın təzədən oxuyun. İlla ki yazasınız. Deyir, Agil boş daxıla birinci gün 1 ədəd 50 qəp yatdı, 2 ədəd 20 qəp yatdı, 3 ədəd 10 qəp yatdı. Demişəm ki, məsələni təsvir edin, deyiləməliydiniz. İndi görək nə qədər atıb? 50, 20, 20, 90, 90, 30, 120 qəpik. 120 qəpik yazım elə, 1 manat 20 qəpik yazım elə, 120 qəpik atıb. O növbəti gün daxıla atdığı hər növ qəpiyin sayını əvvəlki günə nəzərən bir dənə artırıb. Uşaqlar, bura bir dənə 50 atmışdısa, bura 2 dənə 50 atacaq. Yəni, bir dənə 50 artırdı. Bura 2 dənə 20 atmışdısa, indi 3 dənə 20 atacaq. Yəni, bir dənə 20 artırdı. Bura 3 dənə 10 atmışdısa, indi 4 dənə 10 atacaq. Yazmalıydı da, yazanda görünür ki, 10 manat artıq olur da. Bir dənə 10 manat artıq atacaq. 4 dənə 10 yazın, bir dənə 10 artıq eləyir. İndi görək nə qədər onda artırıb. Artım nə qədərdir görək. Dənə-dənə artımsa D-dır. Görək D nə qədərdir? 80 qəpik. 80 qəpik də D-dır. Uşaqlar, birinci həddimiz 120 qəpik idi. 80 qəpik artıb. O həmişə deməmişəm AN. N-ci həddin düsturunu tapmalıyıq da. AN nədir? A1 üstə gəl, N çıx 1D. Say düsturu həmişə düşürdü. 120 üstə gəl, N çıx 1 dənə 80. N-ci həddə budur. Deyir, neçə gün sonra daxıla atılanların cəmi 48 manat olacaq. Cəm düsturu SN-dir. SN-in düsturunu yazaq. A1 üstə gəl AN böl 2 vur N. İndi bir dənə yazıram. Birinci həddimiz görün 120-dir. N-ci həddimiz görün 120 üstə gəl budur. Yazıram. 120 üstə gəl 80 N çıx 80 böl 2 vur N. Deyir nə qədərdir? 48 manat. Uşaqlar, axı biz qəpiklə hesablamışıq. 48-i qəpiyə çevirəndə 48 yanında 2 dənə 0 eləyir.
Yazıram 48 yanında 2-dən 0. 120 ilə 120-ni toplayıram 240. 240-dan 80-i çıxıram 160. Yazıram 160. Üstə gəl 80n. Donmağa atacaq, yəni gözləyim. 160 üstə gəl 80n böl 2 vur n. Açıldı. 4800-dür. Uşaqlar, yuxarıdan 80 ortaq çıxarım. 80-i çıxaranda qalır 2, üstə gəlinsin bir dənə n, bu 2-dir. Üstə gəl bir dənə n, bölünsün 2, vurulsun n, bərabərdir 4800. Sıfırlar gedir. 48-lə də 8 gedir. Getdirsin uşaqlar. Yəni, ümumiyyətlə 80-lə ixtisar gedərdi də. Qalır 6, 60. Alınır 2 üstə gəl n, böl 2, vur n, bərabərdir 60. Uşaqlar, 2 üstə gəl, bir dənə gözünü səliqəli yazmayın, sizin gözünüzdə çətin görünməsin. Hesablaması sadədir. 80-i çıxaranda qalır 2 üstə gəl n, böl 2, vur n, bərabər. N-i sürətə yazaq da. Bərabərdir 4800. Hər tərəf 80-i ixtisar gedəndə burada 60 qalır. Nəyi 2-yə böləndə 60 edir? 120-ni. İndi düşünürük. Nəyi 2 vahid böyüyünə vuranda 120 edir? 10-u. N bərabərdir 10. İndi gör, biz nə dedik? 10-cu gün deməli orada olub. Bu yazılı sualdır. Problemi olmayacaq ki, hamısı hər yazana düz götürəcəklər. Əgər belə yazılıbsa. Neçə gündən sonra siz yazmalıydınız 10-cu gün daxilda 48 manat pul olacaq. 10-cu gün. Belə yazdığınız təqdirdə də düz götürüləcək və ya ondan biri çıxıb yazsaydınız 9 gün sonra daxilda. Vaxtı deyir neçə gün sonra. Yazsaydınız 9 gün sonra daxilda 48 manat pul olacaq. Onu da düz götürüb 3 bal verəcəklər. Yəni narahat olmayın. Çünki orada neçə gün sonra riyaziyyata girmir. Da Azərbaycan dilinə girir. İstəsəz yazardınız 10-cu gün, istəsəz yazardınız 9 gün sonra. Belə. Yəni məsələn bu tip şeylər anlayıram. Həmin an ağlınıza gəlməyə bilər. Amma bir çevirin o biri fənnə baxın, qaydanda ağlınıza gələ bilərdi bu biri 3 sual. Uğurlar.